Fərəh, gəl, mikrofonu get, xaldan al, gətir sənin. Hə. Gəl bura. Hə, Fərəh, sənin neçə yaşın var? Yaşım var. Sən üzə bilirsən? Bəli, Getmirsən üzgüçülüyə? Bəli. Hə, gözəl. Dənizə də üzə bilirsən? üzə bilirəm. Hə, gözəl. Fərəh həm də gözəl pianino çala bilir, hə, Fərəh? Bəli. Nələr çalırsan? Çaldıqlar, ifa elədiklərinin adlarını bilirsən əsərlərin? Bəli. Hadi biz də eşidək, görək. Biri gezikedi, ikinci ders değil bitti, üçüncü bürgümülerdi, dördüncü de ise Tofiqlev. Aha, bunlar hamısı dünya bəstəkarlarının adlarındandır. Aha, çox gözəl. Sən onları sərbəst ifa eləyirsən, hə? Bəli. Çox gözəl. Uşaqlar, bax, Fərəh çox gözəl piano da ifa eləyir, böyük səhnələrə çıxır. Siz də bir dəfə onun konsertinə gələrsiniz. Yaxşı, alqışlayarıq Fərəhi bizdə, hə? Çağırarsan bizi konsertinə. Yaxşı. Sənin üçün böyük güllər gətirərik ora, hə? Hamımız sənin belə deyək, konsertdən səni izləyir, səni alqışlayacaq, sən səhnədə, sən də bizi orada baxacaqsan, hə? İstəyərsən belə şey olsun? Bəli. Arzusudur. Böyük səhnələrdə səni görərik inşallah, böyük uğurlarının şahidi olarıq, hə? Amma dondurma az yemək lazımdır, yaxşı? Yaxşı. Neçə dəfə yemirsən indiyə qədər dondurma? Hər dəfə məktəbdən gələndə dondurma istəyirəm deyə çox yeyəcəm. Çox yemə daha. Yaxşı, dişlərin